психологу и к неврологу и проверить, что с ребенком происходит. Artıq deyir bundan sonra əgər yeməyində hər şey normaldırsa, buna deyir ki, hər tərəfli qidalanır da uşaq. Həm zülal qəbul edir, həm karbohidrat qəbul edir, meyvə, tərəvəz, şirniyyat hamısını belə deyim də normal şəkildə qəbul eləyirsə və yenə də uşaqda siz deyən problemlər varsa, burada artıq mütəxəssislərə müraciət etmək lazımdır. Mən düşünürəm ki, birinci nevroloqa müraciət etmək lazımdır ki, baxılsın ki, uşağın beynində hər hansısa bir struktur və yaxud da ki, funksional bir dəyişiklik yoxdurmu, hər hansısa bizdə də yoxdurmu? Ola bilsin ki, uşaq zədə alıb, beynin hər hansısa bir yaddaşa və yaxud da ki, diqqətə cavab verən nahiyəsi ilə bağlı ki, uşaqda problem olsun və digər məsələ artıq diqqət əksikliyi problemi var. Bu artıq diaqnozdur ki, diqqət əksikliyi və hiperaktiv olan uşaqlar diqqətsiz olurlar. Çünki burada onlar, ümumiyyətlə, yaddaşın burada heç bir günahı olmur da. Əgər nevroloq müəyyən elədirsə, heç bir problem yoxdursa, deməli, uşaq diqqətini vermir. Çünki yaddaş diqqətdən sonra gəlir. Əgər mən diqqətimə almamışamsa, nəyisə, mən onu yaddaşıma yaza bilmərəm. Elə bir ki, məsələn, necə bugün bizim operatorlarımız çəkirlər, biz sonra ona baxacaq, yaddaşda qalacaq. Eyni şeydə bizim beynimiz icra edir ki, mən ona qədər çəkməsəm, çəkməliyəm mən. Tutaq ki, burada oturan xanımları çəkməsəm, baxmasam onlara, mənim gözüm çəkir də. İndi burada bizim hər birimizin gözü. Bir də ki, burada uşağın... Mən sizə təşəkkür edirəm. Bizim operatorlarımızın bu gərgin, əziyyətli zəhmətini bax belə dəyərləndirdiyinizə görə. Eşq olsun sizə uşaqlar. Gəlin operatorlarımızı bir alqışlayaq. Əsas məsələ budur. Tamaşaçıların, televiziyanın. Burada ola bilsin ki, uşağın diqqətə cavab verən beynində həmin o sinaptik əlaqələr filandır ki, tormozlanma baş verir və yaxud da ki, oyanma baş verdiyindən artıq bu digər məsələdir ki, bunu araşdırmaq lazımdır həkim səviyyəsində ki, burada bir problem. Burada artıq müalicə təyin olunur. Psixoloq heç bir şey eləyə bilməz. Əgər uşağın diqqətində belə bir problem varsa, sinir impulslarının keçiriciliyi ilə bağlı. Про концентрацию мы говорили. Вообще, смотрите,